Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yüksək ixtisasa malik əcnəbi mütəxəssislər rus dili, Rusiya tarixi və qanunvericiliyin əsasları fənlərindən imtahan verməkdən azaddırlar. Xəbər verilir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin materiallarında qeyd olunub. Məlumata görə, belə işçilərin bir sıra üstünlükləri var. Onlar ailə üzvlərini özləri ilə Rusiyaya gətirə, həm özləri, həm də yaxın qohumları üçün sadələşdirilmiş qaydada yaşayış icazəsi ala bilərlər. Hüquq mühafizə orqanlarının əməkdaşları aydınlaşdırırlar ki, belə mütəxəssislərə iş vizası iş icazəsi müddətinə verilir. Lakin 3 ildən çox olmayaraq, öz növbəsində işə götürənin belə xarici işləri cəlb etmək və istifadə etmək üçün icazə almasına ehtiyac yoxdur.